Evet, deməli gözəl insanlar. Bizim projemiz var idi. 33 günde bütün riyaziyyatı, orta məktəb riyaziyyatını təkrar edirdi. İndi onun bu ikinci videosudur. Əslində sayca üçüncü videodur. Çünki 2 limit olubdu. Bu da üçüncüdür, onu çəkirik. Həm də sizinlə qəşəng bir aydınlıq kəsrlərini təkrarını edirik. Aydınlıq kəsrlərdən bu günə qədər blok imtahanında sadəcə 2 dənə, 3 dənə sual gəlibdi. Amma bu demək deyil də sual gəlməyəcəkdir. Mən nə eləmişəm? O sualları seçmişik, bloka gələnləri. Əlavə olaraq gələ biləcək suallardan da istifadə eləmişik. Bir də elə suallar qoymuşuq ki, mövzunu tamamilə nə eləyək? Əhatə eləyək. Yəni, burada neçə sual var? Zənn edirəm ki, neçədir? 20 dənə sual var. Bu 20 sual həm sualların seçilmə etibarı ilə, həm də sıralamasına görə adi və anlıq kəsrlər mövzusundan blok səviyyəsində bir mövzu izahı axtarırsansa, bu yetərlidir. Amma indi biz burada da kiçik şeylərə baxmayacaq da. Yəni, nə deyim, iki kəsri ortaq məxrəc gətirməyəcək. Bunları bildiyiz şeylərdir. Bunlara baxmayacaq. Burada daha çox kənarda, bucaqda qalanlar nədirsə, onlara baxacaq. Vacib suallar necə olarsa onlara. Burada bir qəribə bir şey var. Biz limiti keçəndə uşaqlara dedik. Onlar limiti bilmirdilər. O daha rahat getdi. Halbuki aydınlıq kəsrlər hər kəsin bildiyini zənn elədiyi bir mövzudur. Bu daha ağır keçdi. İndi zənn edirəm sizin üçün də hər halda elə olacaq. İndi başlayaq, siz də kömək eləyin, yavaş-yavaş. Bunu hər halda bir saat falan çəkər. 20 sual. Bitirək. Yaxşı. Tamam, başlayırıq. 1. A-dan kiçik olub A ilə qarşılıqlı sadə olan ədədlərin sayı fi A-dır. Bunu zaten not düşmüşdük. A-dan kiçik olub A ilə qarşılıqlı sadə olan ədədlərə nə deyirik? Sayı fi A-dır. Məsələn, bir örnek verək. Bax, bu A ədədi sadə qruplara ayrılış şəklidir. Burada P1, P2, P3 və Pn necə ədədlərdir? Müxtəlif sadə ədədlərdir. Biz A-dan kiçik olub A ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapanda deyirik A vurulsun 1 çıx 1 böl P1. Yəni P1-in burada neçə dənə olmağına baxmırıq, sadəcə olaraq bir dəfə yazırıq. Ya da Pn-in neçə dənə olmağına baxmırıq, həmişə hərəsindən bir dənə yazırıq. Məsələn, yəni 90 üçün bunu araşdıraq. Tutaq ki, sualımız budur ki, fi 90 neçədir? Fi 90 deyəndə nə anlayacaq? 90-dan kiçik olur. 90 ilə qarşılıqlı sadə olan ədədlərin sayı neçədir? Bunun üçün 90'ı ayıracaq sadə qruplarına. Sadədir də, 3 vur, 3 vur, 2 vur, 5. Onda fi 90 nəyə bərabər olacaqdır? 90 vurulsun, 1 çıx 3'də 1. Daha yazmıram, 1 çıx 3'də 1 nə eləyəcəkdir? 3'də 2, sonra 1 çıx 2'də 1. 2'də 1 və 1 çıx 5'də 1, 5'də 4. Nə olacaq onda uşaqlar? 2'dir, 3'dür, 5'dir. Bunu çevirib eləyəcəkdir zənnimcə. Neçə? 3 bəli. 3 vur, 2 vur, 4. Cavab nə olacaqdır? 24 mü? 24. Demək ki, 90'dan kiçik olub 90 ilə qarşılıqlı sadə olan neçə dənə ədəd var? Natural ədəd var. 24 dənə. İndi baxaq görə 2018 yazılan nə düşübdür? Yenə təkrarlayırıq. Bu suallar eyniləri deyil uşaqlar. Sadəcə oxşar suallardır. Zərəfqamız da yaxşıdır. Tamam. Məxrəci 90 olan düzgün kəsirlərdən neçəsi ixtisar olunandır? Məxrəci 90. Əvvələ gəlin bunları yazaq. Gözümüzün qabağında olsun. Məxrəci 90 olan düzgün kəsirlər hansılardır? 90'da 1. Sonra 90'da 2. O şey hanı? O yarım interval hanı? Hadi keşmir. Ya qabağa. Hezo. Ki bu ağırlıdır da. Kesmeye heç nə olmaz. Sen keçərsən. 90'da 3, 90'da 4. Neçə qədər gedib? 90'da məşhur olacaqsan. 90'da 89. Yine dönüş. Gel. Görsənmədi, hə? Görsəndi. Tamam. Deməli uşaqlar, məxrəci 90 olan düzgün kəsirlərin sayı neçədir? 89. Bu 89 dənəsindən neçəsi ixtisar olunandır? Gəlin olunmayanlar da bax. Məsələn, 90'da 89 ixtisar olunmur. Səbəb nədir? Niyə ixtisar olunmur? Çünki 90 ilə 89 qarşılıqlı sadədir. Bəs bunların hamısının özəlliyi nədir uşaqlar? Sürətdəki ədədlərin hamısı 90'dan daha kiçikdir. 90'dan daha kiçikdir. Demək ki, onlardan neçə dənəsi 90 ilə qarşılıqlı sadədir? Pi 90 dənə. Yəni, bayaq tapmışıq da. Neçə dənəsi? Yuxarıda tapmışıq. 24 dənəsi.
Demək ki 90-dan kiçik olub 90-la qarşılıqlı sadə olan neçə dənə ədəd var? 24. Demək ki bu kəsrlərdən neçəsi ixtisar olunmur? Neçəsi? 24. Amma bizdən ixtisar olunanları istəmir. Nə istəyir? İxtisar bağışlayın. Olunmayanları istəmir. Nə istəyir? Olunanları. Neçə kəsirdir? 89'da. Neçəsi ixtisar olunmur? 24. Çıxdı 89'dan 24. Cavab? 65. Demək ki ixtisar olunanların sayı neçədir? 65. Digərinə keçək. Səhv yazır. Abi, indi sıfır səhv yazır. Niyə? Fil 90'da mən 2 dedim, hamı 3 dedim. Pis oldum, indi fikirləşirəm, orada 2 idi. Harda əzmi? 90'a baxma. Yuxarıda sayı. 3, 3, 5. 3 2'dir. 3 2 5'dir. Bu 3'dür. Bu bir 3'dür. Ha. Tamam. Surəti 180 olan düzgün olmayan kəsirlərdən neçəsi ixtisar olunmayandır? Gəlin bunlara baxaq. Surəti 180 olan düzgün olmayan kəsirlər hansılardır? 1'də 180. Sonra nə vaxta qədər bu gedir? 180'də 180'ə qədər. Neçəsi ixtisar olunmayandır? İndi ixtisar olunmayan olması üçün. Məsələn, burada ixtisar olunmayan kimdir? 180'də 7. Məsələn, baxın, 7'də 180. İxtisar olunur mu bu? Olunmamasının səbəbi nədir? Qarşılıqlı sadədir. Demək ki, 180'dən kiçik olan bu ədədlərdən neçəsi 180 ilə qarşılıqlı sadədirsə, bir o qədər axtarılan kəsir var. Bunda cavab nədir uşaqlar? Fi 180. Necə tapırdım bunu? 180'ə ayıran qruplarına 2, 5, 2, 3, 3. Razısınız? Bəli, nə olacaq onda fi 180? Elşənlə təsdiq elədiyinə görə uşaqlar 100% düz eləyirik. 180 vurulsun. 1 çıx 2'də 1, 2'də 1, 1 çıx 5'də 1, 5'də 4, bir də 1 çıx 3'də 1, 3'də 2. Nə olacaq bu hasil? 48. 48. Cavab nədir uşaqlar? 48. Tamam, sıradakı. Deyir, ixtisar olunmayan kəsiri. Necə kəsirin? İxtisar olunmayan kəsiri. Məxrəcinin sadə qruplara ayrılışında 2 və 5'dən başqa qrup varsa, bu kəsiri sonlunluq kəsirə çevirmək olmaz. Deməli uşaqlar, məxrəcin qruplarında sadəcə 2 var. Sadəcə 2 var. Demək ki, sonludur. Sadəcə 5 var. Sonludur. 2'lər və 5'lər var. Sonludur. Başqa bir qrup var. Başqa bir qrup var. Nədir uşaqlar? Sonsuzdur. Aydındır. 2'lər var, sonlu. 5'lər var, sonlu. 2'lər və 5'lər var, sonlu. Amma başqa qrup var, sonsuz. Sual 3. Deyir, aşağıdakı kəsirlərdən neçəsi sonsuz dövr onluq kəsirdir? Sonsuzdur. Sonluq deyil yəni. İndi birinci ixtisar eləmək lazımdır. Birinciyə baxırıq. 17'də 5. Zaten məxrəcdə neçə var? 17. Sonludur, sonsuzdur? Sonsuz. 18'də 3. İxtisar eləyirik 6'da 1. Yenə 3 var. Sonsuz. 27'də 17. Sonsuz. 51'də 17. Sonsuz. 65'də 39. Niyə sonlu? 13 Çünki 13'ü ixtisar eləyəndə nə olur uşaqlar? 5'də 100. Bu da nə deməkdir? 0'unda 6. Sonlu. 85'də 34. Niyə sonlu? 17'ye ixtisar edir. Nə alırıq? 5'də 2. Bu da nə deməkdir? 0'unda 4. Sonlu. Bizə sonsuzlar lazım idi. Neçə dənədir? Bax, 1, 2, 3, 4. İnşallah iqtidar sinifdən sənə əlifba bayramı edəcəm. 4'ə qədər sayamam. At çəvirin, narahatım. Mən heç deyərəm ki, sən adı. Məxrəci 600 olan düzgün kəsirlərdən neçəsini sonluluq kəsir kimi göstərmək olar. İndi pedaqoglar oraya yazacaq. Uşaqlara qarşı nəysə. Məxrəci 600 olan düzgün kəsirlər. Hansılar var uşaqlar? Məxrəci 600 olan düzgün kəsirlər. 600'də 1, sonra 600'də 2, sonra 600'də 3 və s. Sonuncu 600'də 590. Neçə dənə var? 590. Deyir, bunlardan neçəsini sonlu onluq kəsir kimi göstərmək olar. İndi birinci düşünürsən ki, bunların hamısının məxrəci neçədir? 600. 600'ün içərisində nə var 600'ün içərisində? 600 demək nə deməkdir? 3 vur, 2 vur, 2 vur, 5 vur, 2 vur, 5. Düzdür mü? 600 budur da. İçində nə var hamısını? 3 var, düzdür mü? Problemi vurdu 3. 2 və 5'dən başqa problemidir da. Demək ki, düşünə bilərik ki, hamısının məxrəcində 3 varsa, demək ki, heç birini çevirmək olmaz.
Amma bu düşüncə yanlışdır. Niyə yanlışdır? İçi ixtisar olanlar olacaq. Bəli. Çünki surətdə elə ədədlər olacaq ki, onlar 3-ə nə edəcək? İxtisar edəcək. Məsələn, elə birinci budur. 600-də 3. Bunu 3-ə ixtisar edəndə nə alırıq uşaqlar? 200-də 1. Bəs 200-də 1 sonluluq kəsirə çevrilə bilərmi? Bəli. Çünki məxrəcdə 2 və 5-dən başqa vuruq yox. İndi sıradakı nədir? Yaxşı, biri 200-də 1-dir. O biri nədir? Təxmin edəyin. 600-də 6. Yəni 200-də 2. Ya demirəm mən 100-də 1. Çünki burada işim var. 200-də 2. Sizdə sıradakı nədir? 200-də 3, 200-də 4. Neçə qədər gedəcək? 200-də Bəli, düzgünləri axtarıq da 200-də 199-a qədər. Demək ki, neçə dənəymiş? 199 dənə. Aydındır? İndi anlamayan uşaqlar belə eləyə bilər. 600 verirmi? Verir. Sonluluq kəsiri soruşurmu? Soruşur. Ayırdım qruplarına. İstənməyən qrupları atdım. İstənməyən qrup kim idi burada? 3. Atdım, sonra bunları vurdum bir-birinə. 2 vur, 2 vur, 5 vur, 2 vur, 5. Neçə aldım? 200. Demək ki, 199-dur. Niyə? Mən bunu tapdım. Məxrəci tapdım. 200-də 1, 200-də 2, 200-də 3, neçəyə qədər? 200-də 199-a qədər. Yəni bu nəticədən sonra biri nə edirəm? Çıxıram. O birin çıxmamın səbəbi nədir? Çünki 200-də 200 düzgün kəsir deyil. Cavab neçədir? 199. Aydındır? Sırada gənclər, A çıx B bölünsün AB. Bunu nətər yazaram? Baxın, buradan yazıram. A çıx B bölünsün AB. Bunu A bölünsün AB çıxılsın, B bölünsün AB kimi yazmaq olar. Bəs A-lar ixtisar edəcək. Bu 1 bölü B çıxılsın nədir? 1 bölü A. Əslində çox möhtəşəm bir şeydir. Mən deməli görürəm ki, hasini məxrəcdə olan ədədləri fərqi surətdədirsə, onda onları nətər yaza bilərəm? 1 bölü B çıx, 1 bölü A kimi yaza bilərəm. Məsələn, nümunə. Məxrəcdə nə var uşaqlar? 3 vur 7. Surətdə neçə var? 4. 3 ilə 7-nin fərqi neçədir? 4. Demək ki, məxrəcdəki ədədlərin fərqi surətdədirmi? Bəli, onda mən bunu necə yaza bilərəm? 3-də 1 çıx, 7-də 1 kimi. Çox bəsitdir də, düzdürmü? Amma görün nə qəşəng suallarda bizə kömək edəcək. Məsələn, sırada nə var? 17 vur 20-də 1. Fərqi neçədir? Amma surətdə nə var? 1. Nə olacaq onda? Ha. Deməli, uşaqlar, 17 vur 20-də 1. Könül istərdi ki, orada neçə olsun? 3 olsun. Amma 3. Nəyə gəldi? 3-ə vurur, 3-ə böləcəyik. 3-ə vurur, 3-ə böləcəyik. Nə problem var? Heç nə. Oldu 3-də 1 vurursun. Bəs bu ifadəni 17 vur 20-də 3-ü nətər yaza bilərəm? 17-də 1 çıx, 20-də 1. İndi keçək suala. İndi gəlsək, bu suala baxanda 35-də 3, 63-də 3, 31-də 3, 143-də 3 və s. gedir. Bunu necə eləyərəm? İndi adam burada düşünürsə ki, mən bunu necə ortaq məxrəcə gətirim? Yəni bunu ortaq məxrəcə gətirərək sualı həll etməyə çalışırsa, əlbəttə ki, vaxtı çatmaz. O bəzi uşaqlar var, deyirlər ki, imtahana yazamadım. Niyə yazamadım? Vaxtım çatmaz. Təbii ki, bunu belə həll etməyə çalışırsa, vaxtım çatmaz. Buna 1 il lazımdır. Nəyə gəldik burada? Düşünün görün. Yəni ən bəsitindən elə bir başlanğıc eləmək lazımdır, düzdür. Çünki hamısına baxırsan, sürətlər neçədir? 1 bu fərqlidir. Niyə fərqli olsun ki? Nəyə yolda onu? Surətlə məxrəcin 3-ə vurur. Olacaqdır 99-da 3. Sonra? Sonra 30. Yox, 3 çıxartdır. Daha qəşəng. Məxrəclərin hamısını vuracaq. Məsələn, 35 vurulsun, 63 vurulsun, 99 vurulsun. 5 vur 7, 7 orada. Aferin. Aferin. 35-in yerinə nə yazaq? 5 vur 7. 63-ün yerinə 7 vur 9. 99-un yerinə 9 vur 11. 143-ün yerinə 11 vur 13. Aydındır? Bəli. İndi burada bir düzen var mı? Var. Düzen varsa işim daha rahat olacaq. Hə, indi o şeyləri axırda deyəcək də. Təbii ki, daha rahat öyrənmək olar. Birincisi, sonuncusu. Biz amma o qaydaların hardan çıxdığını göstərmək üçün bu sualı ən primitiv yolla həll edəcəyik. Buna tutaq ki, nə olsun bu? A olsun. Onda sualı bir də yazaq. Nə oldu uşaqlar? 3 bölünsün, 7 vur 5, üstə gəlin. 3 bölünsün, 7 vur 9, üstə gəlinsin 3 bölünsün, 9 vur 11 və 3 bölünsün, 11 vur 13. Bərabərdir nəyə? A-ya. İndi təbii ki, bu belə həll etmək olar. Necə? Birincisini götürdük. 5 vur, sonuncusu 13. Sürətləri də topladıq. 12. Cavab? 65'də 12. Amma biz bunu belə eləməyəcəyik. Niyə? Çünki bunun hardan gəldiyini öyrənmək istəyirik. Artıq bloku hazırlaşır. Düzdür? Gülsün belə baxır. Nə blok edir? Onlar bilmir. Fikir verməsən. Hə. İndi bunu necə eləyək onda? Baxın.
Fərqlər neçədir uşaqlar? 2. Amma surətdə nə var? 3. O 3-ü nətər 2 edir? Ayan? Mən deyirəm, bütün çıxardı, sonra Düz deyirsən da? Hə. 3-ə bölək, 2-yə vuraq. İndi uşaqlar hər tərəfi 3-ə bölək. Hər tərəfi 3-ə bölsək nə olacaq? 1 bölünsün, 5-də 7, plus 1 bölünsün, 7-də 9, plus 1 bölünsün, 9-da 9 vurun 1, plus 1 bölünsün, 11 vurun 13, bərabərdir A bölünsün neçəyə? 3-ə. İndi hər tərəfi neçəyə vuraq? 2-yə. Bunlar 2-yə çevriləcəkmi? Bu da oldu mu 2A? Hə, indi hər şey əladır, hə? Məxrəcdəkilərin fərqi surətdədirmi? Bəli. Onda uşaqlar bu ifadəni yaza bilərəm nətəri? 5-də 1 çıx 7-də 1. O birini 9'da 1. O birini bərabərdir 2A bölünsün neçəyə? 3-ə. İndi ən yaxşı hissə budur. Çıx 7-də 1 plus 7-də 1. Çıx 9-da 1. Hamısı getdi. Geriyə nə qaldı uşaqlar? 5-də 1 çıx 13-də 1. Bərabərdir 2A bölünsün neçəyə? 3-ə. Nə eləyəcək uşaqlar bu? 65-də 8. Bərabərdir 2A bölünsün 3. Hər tərəfdə də 2-yə bölüb 3-ə vursa, A-nın yerə nə tapırıq uşaqlar? 12 bölünsün 65. İndi əslində bu sualı həll edərək biz daha gözəl bir ümumiləşdirmə alacağıq. İndi onu görəcəyik. Baxın, deyir ki, A-nin bir ədədi silsilədir. Ədədi silsilədə bilirik ki, hər bir həddlə özündən əvvəlki həddin fərqi nəyə bərabərdir? D-yə. Ədədi silsilə. Silsilə fərqinə D-yə. Onda mənə deyin görüm, A2 ilə A1-in fərqi neçədir? D. Surətdə yazılıqmı? Bəs A2 ilə A3-ün, A3 ilə A4-ün, bəs AN ilə AN plus 1-in hamısının ki neçədir? D. İndi burada maraqlı bir şey verib, deyib bunun yerinə sən 1 bölü A1, yəni bunu götürdün, 1 bölü A1 çıxılsın, 1 bölü AN plus 1. Yəni elə bir birinci və sonuncu götürüb yaza bilərsən. Bunu yəqin ki görmüşük də, biz də görmüşük. Bunun qaynağı nədir uşaqlar? Bu niyə belədir? İndi onu görəcəyik. İndi baxın, yuxarıda öyrəndik ki, fərqi surətdədirsə, onda mən bu ifadənin yerinə ayan nə yaza bilərəm? Bu ifadənin yerinə 1 bölü A1 çıx 1 bölü A2. Niyə belə yaza bildim ki? Fərqləri surətdədir. Bəs bunun yerinə nə yaza bilərəm? Çıxılsın 1 bölü A2. İbrahim bunun yerinə 1 bölü A3 çıxılsın 1 bölü A3. və nəhayət sonuncu. Bunun yerinə Sadiq 1 bölü A2 çıxılsın 1 bölü A3. A isə o, bərabərdir. İndi diqqətli olun. Çıx 1 bölü A2 plus 1 bölü A2, çıx 1 bölü A3 plus 1 bölü A3, çıx. Hamısı bir-birini götürəcəkmi? Geriyə nə qalacaq uşaqlar? 1 bölü A1 çıx, 1 bölü AN plus 1. Demək ki, bu qayda həqiqətən də doğruymuş və buradan gəlirmiş. Aydındır? İndi uşaqlar, bunu irəlilədib daha qəşəng bir şey ala bilərik. İndi onu alaq. Baxın, bu qaydada bunu ortaq məxrəcə gətirsək nə olacaqdır? A1 vurulsun nə? AN plus 1-də surətdə nə olacaq? AN plus 1 çıx A1. Nə edir AN plus 1 çıx A1? Aha. ND. Aferin. ND. Çünki mən AN plus 1-in yerinə uşaqlar, AN plus 1-in yerinə nə yaza bilərəm? A1 plus ND. Ondan da A1 çıxanda nə olacaq? ND. Demək ki, mən nə əldə elədim? Möhtəşəm bir şey əldə elədim. Əldə elədim ki, A1. A1 kimdir uşaqlar? Birinci vurulsun AN plus 1. AN plus 1 kimdir? Sonuncu. Və sürətdə nə yazdım uşaqlar? N-dir. Əslində N dənədir ki, bu sürətdəki D-lərin toplamıdır da. Neçə dənə D var ki o sürətdə? N dənə. İndi bildiniz o qayda hardan gəlirmiş? Birincinin birincisi, sonuncunun sonuncusu, bir də sürətlərin nəyi? Cəm. Aydındır? İndi bundan sonra artıq bu qaydadan istifadə eləyə bilərəm. N-dir. İndi sualı həll eləmək üçün nə edirəm? Bu bənövşəyi sual 6. Düzən baxıram. Düzən varmı? Düzən var mı uşaqlar? 2, 4. 4, 6. 6, 8. 2N, 2N plus 3. Düzən var mı? Var. Ne edəcəm bunda? Götürdüm bu cəmi tapmaq üçün. Birincinin birincisi. Neçədir? 2. Sonuncunun sonuncusu. Neçədir? 2N plus... Məryəm alır gəlsən? Dərsim ala? 2N plus 2. Surətləri nə edirəm uşaqlar? Toplayıram. 3'ləri toplayıram. 3 plus 3 plus 3 plus 3. Əsas sual burada yaranır. Neçə dənə 3? Adam sən n dənədir? Bəlkə n plus 1 dənədir? Yaxşı deyil. Daha qəşəng, daha inandırıcı bir yol tapmaq lazımdır. Neçə dənə 3 olduğunu tapmağın yolu nədir? Neçə 3 var burada?
Yo, yaxşı gedirsən amma gəl belə eləyək İbrahim. Bu kəsr neçə ilə başlayır? 2. Bu biri 4. Sıradakı neçə ilə başlayacaq? 6 və sonuncu 2. Yo, başlanğıcı deyirəm da. Aha. İndi bu sırada neçə dənə ədəd varsa, bir o qədər kəsr var. Bəs neçə dənə kəsr varsa, bir o qədər 3 var. Bəli, indi burada neçə ədəd var? Bu nətər tapırdı? Ədəd sayı necə tapırdı? Bəli, ən böyükdən ən böyük kimdir? 2. Çıxırdım ən kiçik kimdir? 2. Bölürdüm 2 üstünə 1 gəlirdim. Həqiqətən nə elədi? N. Amma bəxtiz gətirib də N elədi. N çıx 1 də eləyə bilərdi. Nə oldu uşaqlar? Onda neçə dənə 3 oldu? N dənə 3 oldu. N dənə 3-ün cəmi nə eləyək? 3N. Cavab nədir onda? 3N bölünsün 4N plus 4. Aydındır? Belə uşaq sual 7. İndi uşaqlar, bir sual eləyəcəyik, 7-ci sual. Amma bir sual eləməyəcəyik. Yəni bu sualı həll eləmək üçün görərsiniz ki, bəlkə də buradan bir 6-7 dənə sual çıxacaqdır və 6-7 sualı həll eləmiş olacaq. Və biz hal-hazırda nə edirik? Adi yoxluq kəsrlər işləyirik. Qabağımıza çıxana bax. Bəli. İndi bunu mən oradan həll eləyəcəm. Bunu sən al. Arada bir hərəkət elətdir ki, uçmasın. Yaxşı? Bildin? Arada bir toxunla. Biraz aşağı yendir əzizim. Tersini nereden aferin? Ha. Yaxşı. Bunu da yukarı kaldıralım. Tamam. İndi silay. İşığı vurun. Yaxşı. Gəlsən siz bu tərəfi də çəkə bilərsiniz. Mən bu tərəfə keçəndə oranı çəkin. İndi bunu da sileyim uşaqlar. Bayağı bir yazmışıq. Orada özünüz düzəldin lan. Yaxşı? Tamam. İndi uşaqlar birinci olaraq nəyə fikir verib burada? Birinci olaraq bizdə orada markeriz var. O var, yaxda şey yazdım. Deyəsən vermək istəmirsən ha öz markeri. Bayaqdan hamısını göstərdim. Yoxdur. Yoxdur, yaxşı. Gəlsən, birinci A1 ilə A2 arasındakı fərq nə olacaqdır ki? D. Çünki bu nədir? Bu bir ədədi silsilədir. Onda A1 ilə A2 arasındakı fərq nə olacaqdır? D. Sağ ol. Yazmın. Ədərsin. Deneme yanılma yöntəmi də ispat. Tapdım. İsmən yazın. D. Bəs A2 ilə A3 arasındakı fərq? D. Bəs AN ilə AN plus 1 arasındakı fərq? D. Onda burada bir düzən varmı? Hə? Sadiq. Düzən varmı? Var. Düzən varsa düzenleyici de var. Nizam varsa nizamlayıcı da var. Allah'ın varlığının ispatı. Şimdi bir düzen varsa demek ki bizim məntiqimiz işe yarayacak. Motivasiyamız neydi burada? Deyirdi ki bu cəmi tapmaq üçün birincini birincisini götürürük. Yani neyi götürürük? A1'i vur. Sonuncusunu götürürük. Yani neyi götürürük? AN plus 1'i ve sürəti nə edir uşaqlar? Toplayırıq. 1 plus 2 plus 3 plus nəhayətində N. Bak, bu birinci addım. En asan addım buydu. İndi burada yazmır bu arada. İkinci bir addım ortaya çıxır. İkinci bir sual. Bu cəm nəyə bərabərdir ki? Birdən N-ə qədər olan ədədlərin cəmi. Əzbər bilən var yəqin. Bəli. 1 plus 2 plus 3 plus nokta nokta N. Bu cəm nəyə bərabərdir? N vur N plus 1 bölünsün 2'də. Bunu əzbər bilmək lazımdır da. Normaldır bu, əzbər bilinməlidir. Tamam. Onda bunu bundan əvəzləsəm, nə alacağım? N kvadratı plus N bölünsün, 2 vurulsun, A1 vurulsun, AN plus 1. 2 vur, A1 vur, AN plus 1. Yaxşı. Tamam. Sonra nə edirəm? Bu arada bu 80'dir. Bu da düzəndə. Hə. Sonra nə edirəm uşaqlar? Mən A1 və AN plus 1'i tapmalıyam. Amma mənim əlimdə AN yoxdur. Mənim əlimdə nə var? İlk ədədin cəmi var. Yəni nə var? SN var. Bəs mən SN-i bilirəmsə, SN nəyə bərabərdir? 2N kvadratı plus 8'dir. SN-dən yola çıxaraq AN-i tapa bilərəmmi? Bəli. Nədir AN-i tapmaq yolu? SN çıxılsın, SN minus 1. Aferin gözəl oldu. AN-i tapmaq yolu nədir? SN çıx 1. Bəs SN-i bilirəmmi? Bilirəm, budur.
Sn çıx 1'i tapa bilərəm. N'in yerinə n çıx 1 qoyuram. N gördüyüm yerə nə yazıram? N çıx 1. Nə olacaqdır? 2 vur. N çıx 1'in kvadratı üstə gəlir 8 vur. N çıx 1. Açıram uşaqlar 2 vur. N kvadrat çıx 2n plus 1 plus 8n minus 8. Bunu da açaq. 2n kvadratı minus 4n plus 2 plus 8n minus 8. Bu da 2n kvadratı plus 4n minus 6. Tamam. Mən hələ də nəyi tapmamışam? Ayəni tapmamışam. Ayəni tapmaq üçün nə edirəm uşaqlar? Sn'dən, yəni bu ifadəni nə etməliyəm? Çıxmalıyım. İndi çıxanda 2n kvadrat götürərmi? Götürər. 8n'dən 4n'i çıxanda bəli, ayn bərabərdir 4n sonra minus mənfi 6, yəni 4n plus 6. Ayəni tapdım mı? Tapdım. Amma mənə ayn lazım deyil. Mənə nə lazım uşaqlar? A1 lazımdır. Düzdürmü? Sürət nə oldu? Sürət n kvadrat plus n bölünsün, 2 vurulsun. Nəyi tapmam lazımdır? A1'i. A1'i nə tər tapıram? N'i yerə gətirib neçə qoyuram? 1. Nə olur da A1? 10. Bir də nə lazımdır mənə? AN plus 1. AN plus 1'i nə tər tapıram? N gördüyüm yerə nə qoyuram? N plus 1 qoyuram. Bunda olur 4 vurulsun. N plus 1 plus 6. Bu da nə edir uşaqlar? 4n plus 10. Gətirdim yazım yerinə. 2 vurulsun. Neydi A1? 10 vurulsun 4n plus 10. 2 vurun ne edecekti? 20. Vurup atsanda ne olacak uşaqlar? N kvadrat plus n bölünsün 24'e vuranda 80n plus 200. İşte bu. Aydındır. Bence yaxşıdır. Tamam. Başa düşdük. Yaxşı. Bu biraz ağır ekleyen. Yaxşı. Oradan da var. Ha. Yok A1 var idi axı orada. A1 var idi axı. Bak. Bak. Burada ne var? Ne var? Çizer var. Burada ne var? A1. Sen A1'i tap. A1'in yerine onu koydun. Bildin? Yaxşı. Bunun arkasını görebilir o kamera. Ne oldu? Ha, birini söndürün. Tamam, veriyoruz Əmir. Təşəkkürlər. Yaxşıdır. Tamam uşaqlar. Tamam. İndi daha rahat bir hissəyə gəldik. A çıxılsın, B üstə gəlinsin C bölü X. Bunu tək də yaza bilərəm. A bölü X çıx, B bölü X üstə gəlinsin nə? C bölü X. Necə ki, belə bir ifadə verilibsə, n kvadrat üstə gəlinsin 5n üstə gəl 6. Nətər yazılır? N kvadrat bölü 5n bölü plus 6 bölü. O da ne eləyir? N plus 5 plus 6 bölü. İndi buradan yola çıxaraq suala baxın. Deyir ki, n'in neçə tam qiymətində? Həmən uşaqlar bura qeyd düşürəm. N'i nə verdi? Tam ədəd. Yəni n daxildir z-ə. Bu ifadənin qiyməti nə olsun deyir? Natural olsun. İndi bu ifadənin üstü vurmasın. Nə alacam? N kvadrat üstə gəl n çıx 12 bölünsün n. Razısınız? Ha? Bunu da belə yazmaq olar. N kvadrat bölü n üstə gəl n bölü n çıx 12 bölü n. Bu da nə olar uşaqlar? N plus 1 minus 12 bölü n. Məqsədim nədir uşaqlar? Bu natural olsun. İndi baxın, n'in özü zaten tam. 1'in özü tam. 12 bölü n'in de heç olmasa tam olması lazım da, tam olmasa natural ola bilməz. Onda 12 bölü n'ni tam eləyən n'lər kimlərdir? 12'nin bölənləri. Hansılardır? A ise o. Ama n'in natural olması şərti yoxdur. N tam deyil. Demək ki, mənfilər də nəzərə alacaq. Həm də ola bilər. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 6, mənfi 12. Neçə dənədir? 12 dənə. Amma cavab 12'dir mi? Sizcə? Niyə yox? Çünki yoxlamalıyıq. Çünki nəticənin nə olmasını istəyirəm? Natural. Ola bilsin ki, tam olsun, amma natural olmasın. Yoxlayaq. 1 verəndə natural olur mu? Elə 1 verəndə olur? Olmur. 2 verəndə? Olmur. 3'də? Olmur. 4'də? 5, 6'da? 12'də olur. Aydındır. Kesiyor birində. Mənfi 1'də? Olur. Mənfi 2. Olur. Mənfi 3. Olur. Amma mənfi 4, mənfi 5, mənfi 6, mənfi 4, mənfi 6, mənfi 3 olmur. Demək neçə dənəsində olur uşaqlar? 6 dənə.
İndi orada rahat idi. Ədədlər var idi. Burada ədədlər yoxdur. P ilə Q-dür. Amma eyni yoldan yola çıxırıq da, sıxıntı olmayacaq. Deyir ki, P və Q ədədləri müxtəlif sadə ədədlərdir. Demək ki, P ilə Q bir-birindən fərqliymiş və necə ədədlərdir uşaqlar? Sadə ədədlərdir. N'in neçə tam qiymətində? N'in özünü nə verdi uşaqlar? Tam verdi, natural demədi, tam dedi. Deyir ki, ifadəsinin qiyməti də tam ədəddir. Bu daha rahat sualdır da. Natural desəydi nə eləməliydik? Yoxlamalıydı. Tam deyəndə yoxlayacaq mı? Yoxlamayacaq. İndi bunu ifadəyə bir dənə baxaq. N çıx P vur N plus Q. N kvadratı çıx Pn üstə gəl. Qn çıxılsın PQ bölünsün N. Böləndə nə olur uşaqlar? N çıx P plus Q minus PQ bölünsün N. İstəyirəm ki, bunun nəticəsi nə olsun? Tam. N'in özü zaten tamdır mı? P tamdır mı? Q tamdır mı? Demək ki, bunun da nə olması lazımdır? Tam. Yəni ki, PQ bölünsün N'in nə olması lazımdır? Tam. Bəs N'in neçə qiymətində PQ bölü N tamdır? 2 deyirsən, hansı vardır? Məncə daha da var. Biraz da düşünək. Bir də daha qəşəng yol tapın. Q da P'ye beraber olur halda. 1 Q P üçü birləşəndə tapırsınız. 1 P Q P Q. Amma hələ də tam cavabı tapmamışsınız. Q'nin vurumu var. P bölü Q tam deyil. Uşaqlar, bax diqqət eləyin. N natural deyil. N nədir? Tamdır. Siz müsbətləri tapdınız. 1 P Q, bir dənə P Q. 4 dənə naturaldır. 4 dənə də mənfidir. Sonra mənfi 1, mənfi P, mənfi Q, bir də mənfi P Q. Neçə dənə oldu? 8. Bəs yoxlamağa ehtiyac var mı? P Q tam olacaq. Cavab nədir? 8. Amma mən sizə bir söz deyim, siz yenə də pis yol seçdiniz. Daha qəşəng yol var. Siz əslində nə tapmalısınız? PQ ədədinin nəyini tapmalısınız? Tam bölənlərinin sayını tapmalısınız da. Sonra. Bəli də tutaq ki 3 vur 7 olsaydı, sən nəyə niyəzdin? Niyəzdin 3-dən bir dənədir, 7-dən bir dənədir. Yəni bu zaten PQ-nun müxtəlif sadə ədəd olduğu ona görə verilir da. Elə bir ki vurublara ayrılmış şəklidir da bir ədədir. P-dən neçə dənədir? 1 dənədir. 1 plus 1. Q-dən neçə dənədir? 1 dənədir. 1 plus 1 nə oldu? 4. Nəyi tapdın? Naturalları tapdın. Neçə dənə natural var? 4. Neçə dənə mənfi var? 4 toplam 8. İndi məsələn sual belə olsaydı, X soru. Sual belə olsaydı, eyni şərt daxilində belə. N çıxılsın, P-nin kubu vurulsun, N üstə gəlinsin, Q üstü 4 bölünsün N. Cavabımız nə olardı? 40. Niyə 40? Çünki nəticədə nə alacaqdınız? Alacaqdınız N çıx P kubu, üstə gəl Q üstü 4, çıx P kubu vurulsun, Q üstü 4 bölün. Sən elə N'lər tapmalısan ki, bu ədədə nə eləsin? Bölsün. Neçə dənə var ki? P-dən neçə dənədir? 3 dənədir. 3 plus 1. Q-dən neçə dənədir? 4 dənədir. 4 plus 1. Bir də bunu neçəyə vuracaq? Tamları dediyinə görə 2. 40. Aydındır? Tamam. Sıradakı nə deyir uşaqlar? Deyir ki, AB vurulsun 101 bizə nəyi verir? AB AB-ni. Əslində burada bunu yazmaq daha rahatdır. Baxın elə. AB AB-ni mən gəzsəm belə yaza bilərəm. AB 00 plus AB. Bəs AB 00 demək, AB vurulsun 100 plus AB demək deyil. 100 AB-nin üstünə AB gələndə nə alıram? 101 AB. Aydındır? Ya da məsələn bu sonuncuya baxın. Nə deyir uşaqlar? ABC ABC. Mən ABC ABC-ni ABC 000 üstə gəl ABC kimi yaza bilərəm. Bu da eğer ABC vurulsun 1000 üstə gəlinsin ABC. Elə bil 1000 ABC-nin üstünə ABC gəldi. Nə aldım uşaqlar? 1001 ABC. Aydındır? Tamam. Bu bizim çox işimizdə yarayacaq. Hətta burada da. Məsələn, deyir ki, ədədlərini müqayisə elə. Belə böyük görünən ədədlər. İndi görəcəksiniz ki, hər böyük görünən böyük deyil. Məsələn, bu nədir? 21 vurulsun 101, 19 vurulsun 101. 101-dən neçə gedərmi? Nə qaldı uşaqlar A haqqında? Nə gördüm? 19 bölü 21. Bəs bu nədir? 210 vur 1001, düzdürmü? Bu nədir? 190 vur 1001. 1001'lər getdi mi? Nə qaldı? 210'dan 19.
B nə oldu uşaqlar? 19 böl 21. Bu nədir uşaqlar? 19 vurulsun 1 0 1 0 1. Düzdür mü? Bu da 21 vurulsun. Bunlar getdi mi? C də nə oldu uşaqlar? 21-də 19. Yəni hələ ki nə tapmışam? A-dır, B-dir, C-dir, bir-birinə nədirlər? Bərabərdir. Onda iki versiya arasında qalacaq da belə görsənir. Sonuncuya baxıram. Bunlar da ihtisacələr eyni şeydir da. Elə bir bu 23 vurulsun 1 0 1 0 1. Bəli. Bu da olacaqdı 21 bölünsün neçə? 23. İndi əsas məsələ budur. 19 böl 21 ilə 21 böl 23-ü müqayisə eləməliyəm. Təbii ki, məntiqli bir yolla. Nətər eləyərəm? Hər şeydə bilirsən. Afərin. Bəli, Ayan deyir, 21-də 19-un yerinə nə yazıram? 1 çıx 21-də 2, 23-də 21-in yerinə isə yazıram 1 çıx 23-də 2. İndi deyin görüm, 21-də 2 mi böyükdür, 23-də 2? 21'de 2. 21-də 2. İndi 1-dən Zəhra daha böyüyə çıxsam, nəticə nə olar? Daha kiçik olar da. Çünki ikisində 1-dən çıxmıram. 1-dən çıxdığım ədədi böyütdükcə nəticə nə olacaq? Balacalaşaq. Demək ki, burada 21-də 2 daha böyük olduğundan 1 çıx 21-də 2 daha nədir? Kiçikdir. Yəni ki, C D-dən nədir? Kiçikdir. Aydındır? İndi bu üsuldan çoxsa istifadə edəcəyim uşaqlar. Bu üsul yaxşı üsul. İndi davam edirəm. Deyir ki, bəzən deyir, müqayisə suallarında ən yaxşı üsul sonsuz kəsir kimi yazmaq. Yəni məsələn burada verilib 4 dənədə. Burada ən axmaq yol nə olar? Hesaplamak kəsir. Adi kəsirə çevirməyə çalışmaq. Ən sərras yol nə olar? Ən qəşəng yol nə olar? Bu 0,12 34 34 34 34 sonsuza qədər gedir da. Bəs o biri nədir? 0,123 4 4 4 4 4 4 bu da belə gedir. O biri nədir? 0,1 234 234 234 deyə gedir. O biri nədir? 0,1234 1234 1234 deyə gedir. İndi gəlin bunları müqayisə edək. Baxın bura. 0 1 2 3 1 2 3 4 hamısında eynidir. Sıradakı rəqəmdə fərqlənirlər. Biri 1 ilə başlayır, biri 2 ilə, biri 4 ilə, biri 3 ilə. Onda ən kiçik kimdir? D. Sonra C. Sonra A. Sonra B. D, C, A, B. Artan sırayla düzüldür. Aydındır? Yaxşı. Müqayisə üçün gözəl bir üsul. Bayaq danışdığımızdır. 71-də, 74-də 71, bir də 71-də 68. Uşaqlar bunları müqayisə edəndə təbii ki, nə sürəti bərabərləşdirmək, nə məxrəci bərabərləşdirmək. Hələ 3 dənə kəsirdirsə, bunlar məntiqli yol deyil. Amma bir şey diqqətinizi çəkirmi? Nədir sürətlə məxrəc arasındakı fərq? 5. Burada, dinləyirsən? İkisinde de 3. Dəqiq. 3'dür, başla. 3. Burada 3. Sizdə bu bir təsadüfdür. Əlbəttə deyil da. Demək ki, bunun bir məntiqi var. Yaxşı. İndi uşaqlar, nə olacaq bunda? A-da, A-nın yerinə yazacağıq 1 çıx 74-də 3. B-nin yerinə yazacağıq 1 çıx 71-də 3. Bayaq söhbətin elədiyimiz. İndi 74-də 3 mü böyükdür, 71-də 3? 71-də 3. Onda 1-dən onu çıxanda nə olacaq mələk? Daha balaca olacaq. Onda burada balaca olan kimdir? A-dır yoxsa B-dir? B. Demək ki, A-B-dən daha nədir? Böyük. A-B-dən böyük. Tutdu söhbəti. Aydındır? Hə, indi burada belə bir məntiq yeridirlər. Mən də eşitmişəm. Yəqin siz də eşitmişsiniz. Deyək ki, fərq eynidirsə, neçədir burada fərq? 5. Burada. Burada 5. Deyək, böyük görünən böyükdür. Burada böyük görünən kimdir? A-dır da. Yəni məntiqə görə A böyükdür, B böyükdür nədən? C-dən. İndi gəlin yoxlayaq görə həqiqətən düzdür. İndi biz deyirik ki, fərq eynidir. Onda A-nın yerinə nə yazacağım? 1 çıx 81-də 5. B nədir? 1 çıx 74-də 5. C nədir? 1 çıx 68-də 5. Tamam. İndi düşünürəm. Hansı daha böyükdür? Gəlin belə deyək. 81-də 5 mi böyükdür? 68-də 5 mi? 68'de 5. Onda 1-dən 68-də 5 çıxanda alacağım ədəd daha nə olacaq? Kiçik. Kiçik. Demək ki, ən kiçik kimdir? C. Sonra B, sonra A. Demək ki, məntiq qismən doğrudur. Niyə qismən doğrudur? Çünki mən bunu yalanlaya da bilərəm. Məsələn, 13-də 15, 15-də 17, 17-də 19. Aralardakı fərq eynidir.
Böyük görünən sizcə böyükdür burada? Əlbəttə deyil. Göstərək. 13-dən 15-ə nətər yazıram? 1 plus 13-də 2, 1 plus 15-də 2, 1 plus 17-də 2. Hansı daha böyükdür? 13-də 2 yoxsa 17-də 2? 13-də 2. Amma burada çıxmır, burada üstə gəlirəm. Birin üstünə daha böyük ədəd gəlsən, nəticə nə olar? Daha böyük olar. Daha kiçik ədəd gəlsən, daha kiçik olar. Yəni burada ən böyük kim oldu? 13'ten 15. Neden böyle oldu? 15'te 7'den. O da neden böyle oldu? Yani görüntü olarak böyle olan böyle oldu mu? Olmadı. Farklı nümunələr də vermiyorlar. Mənfiyə vuraram məsələn. Adam deyir ki, mən düzgün kəsirlər üçün deyirəm. Bu da mənfiyə vuraram. İşlər yenə də qarışar. Ona görə də uşaqlar, belə saçma sapan yolları öyrənmək əvəzinə riyaziyyat öyrənsək daha məntiqli. Matematik, çox bəsit. Birdən çıxıram, üstünə bir gəlirəm falan filan belə. O yol budur. Sırada A kvadrat açıq B kvadrat nəyə bərabər uşaqlar? A açıq B vur, A plus B. Onda məsələn 1 çıxılsın 16'da 9. Həmən 16'da 9'u nətər yazaram? 4'də 3'ün kvadratı. Nə olar onda? 1 çıx 4'də 3, 1 plus 4'də 3. İndi məsələn 13-cü suala baxın. 1 çıx 4'də 1. Vur 1 çıx 9'da 1. Vur 1 çıx 16'da 1. Neçə qədər gedir? 1 çıx 1 bölü n kvadrat. Nəticə nə olur uşaqlar? 16'da neçə? 9. Bir de deyir eni tapın. İndi gəlsə, deyin görün 1 çıx 4'də 1'in yerinə nə yaza bilərəm? 1 çıx 2'də 1 vur, 1 plus 2'də 1. Bəs 1 çıx 9'da 1'in yerinə? Bəs bunun yerinə? Vur olsun 1 çıx, 1 üstə gəl. Nokta nokta nokta. Bəs sonuncunun yerinə? Vur olsun 1 plus. Nəyə bərabərdir? 16'da 9'da. İndi uşaqlar hesablayaq. Nə eləyib 1 çıx 2'də 1? O biri? Hesablayaq mısınız? 1 plus 2'də 1'i. Nə eləyib? Özü yormaq istəmirsiniz? Sıradakı? 2. 3'də 2 o biri? 4. 3'də 4 sıradakı? Sıradakı? Və nəhayət sonuncuda n'dən n çıx 1 vur. En plus 1. N'dən n plus 1. Nəyə bərabər imiş? 9 bölüsün 16. İndi bir şey dikkat edirsən 2'də 3 vur. 3'də 2. Nə elədi? 1. 3'də 4 vur. 4'də 3. Nə elədi? 1. 4'də 5 vur. Bundan sonra gələn nə eləyəcək? 1. Və bundan əvvəl gələnlə bunun hasili yenə nə eləyəcək? 1. Geriyə bir dənə başdan kim qalacaq? 2'də 1. Sondan kim qalacaqdır? n çıx 1 bölü n. Bərabərdir 9 böl 16. n plus. Hə. n neçədir uşaqlar onda buradan? 8. 8. Çox çətindir, hə? n plus 1 9 olanda n neçə olur? 8. Demək cavab neçəymiş? 8. 14. Nə edə bilərik? Tuşun altına sonra. Buna 1. %1 plus 9'da 1 çıx 15'də 1. Kökü adı onda bir üstə gəlsin, 3'də 1. Efendim? Təzəyə şöhrətən sıxafağı düşünmürsünüz, hə? Onda bir kvadrat. Aha. Kvadratı işte. Görmədiniz, hə? Az üstüne. Aha. Aha. Nəyin? Onda birlə onda bir çıxılsın Aferin. 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 Ağır belə bir şeydir. Bu ifadə onda 1 çıx 3'də 1'in kvadratıdır. Həqiqətən də açanda nə olur? Birincinin kvadratı %1, 3'də 1'in kvadratı 9'da 1, çıxılsa bunların hasılı 30'da 1, 2 misli 15. İndi bu rahat vermişəm də burada. Bunu biraz da çetrefilli ədədlər verə bilərdim. Çünki bunu ortaq məqziyyətini də tapmaq olar. Amma daha da çətinləşdirmək olardı. Bəli, bu da olacaq nə? Kvadratla kök gedəcək. Modulda onda 1 çıx 3'də 1. Bu da nə eləyəcək uşaqlar? 30'da 7 mi? Aferin. Başa düşdünüz? İndi onu görmək lazım. Sən onu görməyəndə deyirsən bəlkə sual çətində vaxt tapar. Sənə hal olur. 15-ci sual. Uşaqlar həll eləməyə ən sondan başlayarıq. 2 çıx 1, 1 böl 1, 2 çıx 1, 1 böl 1, 2 çıx 1, 1 böl 1, 2 çıx 1, cavab
Aydındır. Sıradakı. Y'ni de x ve z ile ifade edelim. Y'ni aktarırsa uşaqlar y'ləri bir tərəfə yığacağıq. 2 bölü y'ni göndərək bu tərəfə. Nə əldə edəcəyik? 2 bölü y'ni bu tərəfə, z bölücü 3 bölü z'yi digər tərəfə. Nə əldə edəcəyik? 1 bölü x çıxılsın 3 bölü z bərabərdir 4 bölü y plus 2 bölü y. Nə aldı uşaqlar? 1 bölü x çıxılsın 3 bölü z bərabərdir 6 bölünsün nəyə? Y. Ortaq məxrəcə gətirək. X z-dən z çıxılsın 3x bərabərdir 6 bölü y. Sonra 6x beraber. Sonra da təhsil çekilir. aha, bəli. Tərs çevirən uşaqlar özləri bərabərdirsə tərsləri də nədir? Bərabərdir. X z bölünsün z çıxılsın 3x bərabərdir y bölünsün neçəyə? 6-ya. Hər tərəfdən neçəyə vuraq y tapmaq üçün? 6-ya vuraq. 6x z bu da 6-nı götürək. Demək ki y nəyə bərabər uşaqlar? 6x z bölünsün z çıxılsın 3x. Gəldik 17. Gözəl insanlar, burada nə edə bilərik? Nə edə bilərik? 2 vurulsun 3. Tərsdən gedərdik. Düşünərdik ki, nəyi 3-ə bölməliyəm ki, cavab 2 eləsin? 6. Demək ki, bu ifadə nə eləyir? Sonra siz deyin. Nəyin üstünə 4 gəlməliyəm ki, 6 eləsin? Onda bu hissə neçədir? 2. Bunun 2 olması üçün bu hissə nə olmalıdır? 1. Bunun 1 olması üçün bu hissə nə olmalıdır? Mənfi 1. Demək ki, uşaqlar, x çıx 1 bölünsün, x çıx 3 bərabərdir nəyə? Buradan deyin görüm, x çıx 1 neçədir? X1. 3 çıx x. Demək ki, 2x bərabərdir. 4x beraber 2. Düşünün görüm, 18. Sen bir daha hiç. Əvvəlcə sualı oxuyacaq, hə? Səhifənin nömrəsinin üstünə gəldi. Ayağım. Ben 1 bölünsün 5 yazsın 1 böləcək 7-də 3 əməldir. Səfərməmsə. Bəli. Yəni geri geçsən qəşəng çıxacaq. 7'de 3 beraber 1 bölüsün 5'te beraber. Əslində o dediğim fikri biraz da irəliləsən alınacaq. Bax, gəlin buradan gedək. 7-də 10. 7-də 10 nədir? 7-də 10. 1 tam 7-də 3. Yəni 1 plus 7-də 3. Yəni sən tutdun ki A1'dir. Bu da bəs bunu belə yaza bilərəm. 1 plus 1 bölünsün 3'də 7. 7'də Elşad'dan icazə verdiyinə görə uşaqlar demək səhv eləmir, yaza bilərik. Bəs buna belə yazmaq olar 1 plus 1 bölünsün 2 tam 3'də 1. Yəni 2 plus 1 bölünsün 3. Nəyə bərabəriymiş? A plus 1 bölünsün B plus 1 bölünsün C-yə. Demək ki uşaqlar A neçədir? 1. B neçədir? 2. C neçədir? 3. Cavab neçədir? Aydındır. Bəli. Nə deyəm uşaqlar? Pn bölünsün Qn. Qn nədir uşaqlar? N'dən asılı bir ifadədir. Bu da N'dən asılı bir ifadədir. Deyək, kəsrinin tam ədəd olması istənirsə, çalışmalıyıq ki, kəsri A üstə gəlinsin, B bölünsün Qn şəklinə salaq. İndi məsələn suala baxırıq. Sualda nə uşaqlar? 6n çıx 5. 6n çıx 5. Mənim məxrəcimdə nə var? N çıx 1. Mən çalışmalıyam ki, surətdə nə olsun? N çıx 1. Bəs 6n-də n çıx 1 qruğunu almaq üçün mənə nə lazımdır? Çıx 6 lazımdır ki, 6-nı mötərizə xaricə çıxaranda nə olsun? N çıx 1. Amma məndə çıx 6 deyil. Çıx neçədir? 5-dir. Onda bunu yazaram çıx 6 plus nə kimi? 1 kimi. Bu da bu olar mı? 6 vurulsun. N çıx 1 plus 1. Gətirib yerinə qoyuram uşaqlar, nə alıram? Bunu neçəyə bölürdüm bunu? N çıx 1-ə, düzdürmü? Nə olur? 6 n çıx 1 bölü n çıx 1. O da nə edir? 6 plus 1 bölünsün n çıx 1. Gördünüz bax? Bu şəklə gətirirəm. Sualı həll etmək üçün bu şəklə gətirməliyəm. İndi nə deyil? N'in neçə natural qiymətində bu ifadə qiyməti necə ədəddir uşaqlar? Tam ədəd. Yadından çıxmışlar, bura baxmaq lazımdır. Bir də elə ortada, ay da gördüyüm. Plus 3 minus 5 kimi yazar. Yaxşı bura. Hə, afərin. Nota.
Növhiyə baxmaq lazımdır dərs keçəndə. Hə, uşaqlar nətər eləyək? Plus 3 minus 5. Aferin. 3n plus 3 çıx 5. 3n minus 2'ni nətər yazar? 3n plus 3 çıx 5. Bölünsün n plus 1. Bu da olacaqdır 3 vurulsun n plus 1 çıx 5 bölünsün n plus 1. Bu da olacaqdır 3 çıxılsın 5 bölünsün n plus 1. Məqsədi nədir uşaqlar? Nə olsun bu? Tam olsun. Bəs 3-ün özü tam ədəddirmi? Cavabın tam olması üçün bu ifadənin də nə olması lazımdır? Tam. Bəs n plus 1 nə olmalıdır ki bu tam olsun? 5 ya da mənfi 5 ya da 1 ya da mənfi 1. Demək ki n plus 1 ədədi ya 5'dir, ya mənfi 5'dir, ya mənfi 1'dir, ya da 1. İndi bunlara uyğun gəlin n'ləri tapaq. N'lər nə olacaq onda? N ya 4'dür, ya mənfi 6'dır, ya mənfi 2'dir, ya da 0. Arasında biri uyğundur zaten 4 tane. Adı hə. Amma biz bunları tapmalıyıq. Niyə? Çünki bizim şərtimizdə n-i nə verir? Natural. Baxmalıyıq onun neçəsi naturaldır? Sadəcə 1. Savad? Aydındır. Ya sonuncu sual. İfadəsinin qiymətini tapın. Məxrəc ilə başlayaq. Baxın görən insanlar. 5, 6, 25. Neçə hədd var burada? Neçə? 21. Niyə 21? İki niyə? 1 artırıb 5, 6 deyil. Neçə? Bax, indi sizin sorun nədir? Sən mənim bu sualımı belə nə qədər düşünürsən ki, burada neçə hədd var. Amma sənin sualı həll eləməndə kilit rolu bu oynayır. Sən buradan 5 və 25'i görən kimi, sənin ağla gəlməli ki, burada 21 hədd var. Və orada 21'i görən kimi, başa düşməlisən ki, işin şeyi buradadır. Əsli buradadır. 21 hədd var və orada bir çıx nə var? 21 var. Ne eləyəm da? 21 hədd var və orada çıx bir dənə nə var? 21 var. Aha. Çox şey bilmən də ziyanı belədir. Kvadratlar təminatı. Yox, ehtiyac yoxdur. Çox bəsit bir şeydir. Yəni 21 dənə hədd var, bir dənə də çıx 21 var. O çıx 21'i dağıtsaq o 21 həddə. Çıx 1 kimi. İş bitdi. Kvadratlar fərqi. Bəli. Yəni bunu belə yazaq. 5'in kvadratı çıx 1 plus 6'nın kvadratı çıx 1 plus 7'nin kvadratı çıx 1 və nəhayət sonuncu 25'in kvadratı çıx 1. Yəni o çıx 21 yox idi. Onu 21 dənə nə kimi yazdım? Çıx 1 kimi yazdım. Onları da payladım bunlar. Bitdi yəni. İndi davam edirəm. Bəs mən uşaqlar buradakı birlərin hamısını 1'in kvadratı ilə əvəzləyə bilərəmmi? Zaten 1'in kvadrat 1 eləyir da. Bəs bunların hamısını kvadratlar fərqi kimi atsam nə alaram? 5 çıx 1. 4 vur 6. Üstə gəl. 5 vur 7. Üstə gəl. 6 vur 8. Və nəhayət sonuncu 24 vur 26. Sonra bu mənim məxrəcim. İndi sürətə fikir verin. Bəli. Yuxarı yəni sürətdəki ifadə məxrəci nə idi? 2 mislidir. Düz deyirlər. Buradan 2'ni çıxartsa, bilməlisən ki 2'ni çıxaranda hər toplananlar 2 çıxartsan da 2'yə böləsən edədir. Və 2'yə böləndə hər ikisi 2'yə bölünməz. Biri bölünsə bəsdir. 2'ni çıxardanda nə olacaqdı? 4 vur 6 plus, 5 vur 7 plus, 6 vur 8 plus, nəhayət 24 vur 26. Getdi mi bunlar? Cavab nur topu kimi bir dənə 2. Aydındır? Yaxşı. Nə düşünürsünüz? Nətər oldu kəsirlər? Yaxşı. Ha? Bir uşaqları da çək dostum. Aha, o da dəqiqə saçını düzəldi. Qoyma bu karana da sən düşməyəcəksən. Elişənə bax. Yaxşı. Sadiq, nə demək istəyirsən bu haqda?
Həmişə çox danışan sənsən, danışlar. İbrahim çox maraqlıydı. Heç nə anlamadım, hə? Hocam çox iyi, amma heç bir şey anlamadım. Bəli. Yəni buradakı məsələ nədir uşaqlar? Bax bu kəsirlər var. Burada çox daha kaliteli sual soruşula bilər. Hələ bu nədir ki? Bundan da qəşəng. Və bu o demək deyil ki, buradan 2 sual gəlibsə, bu dəfə sual gəlməz. Gələ də bilər. Çox qəşəng sual gələ bilər. Ona görə də bizim işimiz nədir? Bunları anlamaq və danışmaq. Özdə baxın məsələn, siz buna kəsirlər deyirsiniz, amma biz burada nə qədər iş gördük? Kvadratlar fərqi gəlir işin içinə, silsilə gəlir falan filan. Yaxşı, sağ olun.